Düz tam 170 manatlıq evə bazarlıq eləmişəm. Hər şey almışam, tərəvəz, meyvə filan. Toyuqları topbuş bir dənə istəyirdim. Olmadı, 3 dənəsini götürdüm. Arıq idi, onlar 9 manat idi bir yerdə. Sonra şorabanı, qarışıq şorabanın balcasını istəyirdim. O da yox idi. Deməli, kilon alanlardan götürdüm. Axşama evə kebab zakazlamaq istəyirik. Kola götürdüm, ona görə inci. Bunu isə yeni aldıq. Bilmirəm dadı necədir. Əslində saqqız deyirlər içərisində. Bu tvaroku isə meyvəli olduğuna görə uşaqlar da çox sevir. Hamımız bir yerdə şirniyyat əvəzdə yeyə bilirik. Bu dəfə milka aldım. Deyirlər o daha çox donmur, daha dadlı olur. Dedim uşaqlar dadına baxsınlar. Qarşıdan bayram gəlir, çərşənbələr gəlir deyən düyünü bu dəfə böyük götürdüm. Əslində həmişə 1 kiloluq düyü alıram. Yarım kilo da döş əti götürdüm ki, göbələk falan almışdım. Təzədən o göbələkli spagetdən eləyərdim. Pomidor isə balaca pomidorlar daha ləzzətlidir. Nəinki o böyük pomidorlar. Makarona əslində evdə vardı, az idi prosta. Evə nə qədər makaron çox olsa, o qədər yaxşı olurdu, yəni bilirsiniz. Greska falan da aldım. Çünki elə şeylər sonradan pulum qutaranda əlimdən tutur da mənim. Ətin yanında eləyirsən, uşaqların qarnı doyur. Bizim tarlan bu soyulmuş pomidorun isə hər dəfə görəndə 2 manat 20 qəp idi, 2 manat 40 qəp idi. Alıram da 2 dənəsini filan. Çünki yeməyə də ondan işlədirəm, ləzzətli qalır. Həmişə əslində bu təmizlik vasitələrini böyük zakazlayırdım. Prosta bu dəfə zakazlamamışdım deyənə. Tək-tək qaldım. Son zamanlarda ən çox bəyəndiyim çay isə Azar çayın buket çaylarıdır. Onun çəkli yotlusu da vardı. Çəkli yotlusunu bəyənmirəm. Dəmində rəngi qəşəng qalmır. Özünə ayrıca çəkli yotu qatanda qəşəng olur. Amma sırf çayın özü çəkli qotulu qəşəng olmur. Bəyənmirəm də, yəni mən onun rəngini bəyənmirəm, belə deyim sizə. Amma bu sırf təkcə buketi isə bəyənirəm. Həmişə də kalbasa sosikanı mən manqalı üstündən alıram. Manqalısını yox, halal nemətdən alıram. Onların hətta bir dənə kalbaslarını almışdıq keçən dəfə. Qara kalbasaydı, kapçonu çox ləzzətlidir. Sizə göstərməmişəm. Söz verirəm, gəlin dəfə alanda bir göstərəcəm. Bu Big Bonu isə əlbəttə ki, incə aldı. Bunu nə fidan sevir, nə mən sevirəm. Belə yəni. Bunun əslində 3-4 dənəsi gəlmişdi həmin o tvarokun. Sadəcə 3 dənəsini götürdüm, qiymətini bilmirdim. Sonradan kasada öyrəndim ki, 2 manat 30 qəp idi. Daha sonra da qayıdıb götürməyə ərindim. Dedim pulumdan da qalsın, axşama kebab zakazlaya bilim. Uşaqlar əslində dedilər ki, dedim Qədirxuma gedək və yaxud da evə zakazlayaq. Dedilər Qədirxuma gedək, dedim yox, Qədirxuma getməyə, o rasxod çox çıxacaq. Ona görə yaxşısı evdədir. Həm də axşam iftarda sonra adam rahat uzanmaq istəyir də, yəni. Yumurta isə dadanmışam həyət yumurtalarına, mağazin yumurtasını artıq bəyənmirəm. Zoğal mürəbbəsini isə xəstələnmişəm, onun üçün özüm çalmışam. Belə, izlədiyiniz üçün təşəkkür edirəm.